Təsvir vasitələri. Təsvir vasitələrinə həm də məcazlar deyirik. Görək, hansı təsvir vasitələrindən ədəbiyyatda məlumatımız olmalıdır, hansı dərinliyinə qədər. Birinci başlayaq elə epitetdən. Nə idi məqsəd burada? Epitetdə nə idi? Məcazi mənalı 1. Necə nəcür sualına cavab verməyi 2. Və təyin. Bəli, biz normalda elə bir sifət axtarırıq, təyin axtarırıq, amma hansılarını götürürük? Məcazi mənada olanlarını götürürük. Bu nümunələrdə indi deyək. Alma yanaq demişdik, sonra kaman qaş, sonra tikanlı sözlər, şəkər dil, şirin söz və s. Bunlar hamısı nəyə aiddir? Epitetə aid nümunələrdir. İndi keçirəm təşbihə, birazdan qayıdacağam epitetə. Niyə qayıdacağam? Çünki dedik axı biz o mətnlərdə keçdiyimiz təsvir və ifadə vasitələri bizə mətndə nümunə yazmaq üçün lazım idi. Onu rahat yaza bilirdik. Amma artıq burada bəzi şeyləri dərinliyinə qədər getmək lazımdır. Keçək onda təşbihə. Təşbih. Nə idi təşbih? Bənzətmə. Amma hər bənzətmə təşbih deyirdik, xeyr, məcazi mənada olmalıdır. İndi artıq təşbihin 2 növünü keçirik burada. Amma mətnlərdə bunu demirdik. Burada deyirik. Təşbihin 2 növü var. Müfəssəl təşbih və mükəmməl təşbih. Nə deməkdir bu? Müfəssəl sözünün mənası geniş deməkdir uşaqlar. Müfəssəl sözünün mənası nə deməkdir? Geniş. Mükəmməl də bilirsiniz nə deməkdir? Mükəmməl. Aha, deməli, təşbihdə 1. Bənzəyən, 2. Bənzədilən, 3. Bənzətmə əlaməti, 4. Bənzətmə qoşması. Hamısı varsa biz buna nə deyirik? Müfəssəl, yəni geniş təşbih. İndi bunu da yazım, daha yaxşı başa düşəcəksiniz. Amma sırf 1. Bənzəyən, 2. Bənzədilən varsa biz buna nə deyirik? Mükəmməl təşbih. Bu nə deməkdir? Niyə bundan? Bu ikisində də var. Əlavə olaraq burada bunlar da var. Yəni deyir ki, sən bir şey hazırlayırsan, düzdür? Əlində çox bir detal olanda onu daha yaxşı hazırlayabilirsin, yoxsa az detalla onu hazırlamaq. Əlbəttə ki, çox detal olanda daha rahat olursan, az detal olanda daha işin çətinləşir. Deməli, sən o qədər mükəmməl bir şey yaradırsan ki, əlində az detal ola bir şey yaradırsan, ona görə olur mükəmməl. Amma hamısı var əlində, 4'ü də var və rahat şəkildə geniş birini hazırlayırsan təşbih. Gəlin nümunə deyək. Həmişə dediyimiz nümunə, yanağı, alma kimi qızarmışdı. Bənzəyən nə oldu? Yanaq. Bənzədilən yanağı lalə kimi qızarmışdı, deyirik. Yanağı lalə kimi qızarmışdı. Bənzəyən nə oldu? Yanaq. Bənzədilən nə oldu? Lalə, gülü. Bənzətmə əlaməti nədir? Burada nəyi bənzədilib? Qırmızılıq. Bənzətmə əlamətimiz nədir orada? Uşaqlar? Qırmızılıq. Bənzətmə qoşması da kimi tək olur. 4'ü də iştirak edib. İndi deyirəm ki, yanağın, yazıram bura, yanağın lalədir. Aha, bənzəyən var, bənzədilən var. Artıq burada qoşma, bənzətmə qoşması yoxdur. Bənzətmə əlaməti yoxdur. Artıq avtomatik bilirik ki, uşaqlar, lalənin qırmızılıq rəmzidir, tünd qırmızılıq. Burada bənzədəndə, yəni, əlaməti bu nəzərdə tutulub. Amma yoxdur. Ona görə biz buna nə deyirik? Mükəmməl təşbih. Mükəmməl təşbihi də rahatlıqla çox vaxt nəyə çevirə bilirik? Müfəssəl təşbihə çevirə bilirik. Yəni, deyə bilərik, yanağın lalə kimidir. Rahatlıqla ona qoşma arta bilirsən. Əlamətin artırsan da olar, artırmasan da olar. Yadınızda saxlayın. Mükəmməl təşbihə mütləq və mütləq nə artırmaq lazım gəlir? Kimi tək artıra bilirsən. Yanağın lalədir, yanağın lalə kimidir. Düşdük? Belə. İndi bayaq dedim epitetə qayıdacağam. Burada bəzi nümunələr var. İndi bəli, oxşarlıq deməyək, sözlərin yerini dəyişir və yaxud da inversiya yaradırlar, bizi çaşdırmaq istəyirlər.
Bax sizə bir nümunə yazım elə. Alma, yanaq. Epitetdir də, əlbəttə ki, epitetdir. Çünki necə nəzir sualı var. İndi mən belə bir nümunə yazıram. Almadır yanağın. Baxırsınız ki, söz alma sözü burada da var, burada da var. Yanaq sözü burada da var, burada da var. Hə, burada ama müəllim nə elib? İnversiya yaradıb, xəbər yaradıb və onu keçir. Əslində cümlə necə olmalıdır? Yanağın almadır və alma kimidir. Mükəmməl təşbih. Sadəcə yerin dəyişib. Kimsə deyə bilər, Şahin müəllim, alma yanaq və yaxud da almadır yanaq. İndi fərq nədir? Burada dırla ın var, burada yoxdur. Birini epitet dediniz, birini təşbih dediniz. Mən də nə deyərəm Aysu? Deyərəm ki, yaxşı, düz deyirsən. Onda bura necə nəzir sualını verə bilər. Deyirəm indi, bura necə nəzir, necədir yox ha, necə nəzir sualını ver. Necə yanağın olur? Elə bir necə nəzir sualını verə bilirsiniz birinci tərəfə. Deməli, avtomatik nədir bu? Maya, təşbih kimi istifadə edilir. Şeirdə bunu yaradırlar inversiya vəziyyətində. Nə bilim, qəmərdir, qaşın. Qəmərdir, qaşın. Qəmər nə deməkdir? Ay. Qaş nə deməkdir? Qaş nədir bilirsiniz? Düzdür? Bəzən olur da qaş belə. İndi ay bu formada olmur uşaqlar. Adətən bu formada olmur. İndi şəklini mükəmməl çəkməsəm də. İndi qaşın qəmərə bənzədir. Qəmərdir qaşın. Epitet yoxsa təşbihdir? Əlbəttə təşbihdir. Çünki qəmər kimidir qaşın. Elə orada da kimi tək qoşa bilirsən. Aydın oldu uşaqlar. Yəni epitet bilirsiniz nə deyir? Deyir mənə toxunmayın, təyin yaradır. Mən xəbərzad deyiləm. Məni təyin kimi qəbul edin və necə nəzir? Hansı sualın verin. Keçdik. Təşbihdə də bilirsiniz də indi hər bənzətmədə təşbih demirik. Orada məcazi olmalıdır. Həqiqi olmaz da. Tutaq ki, nə bilim, qardaşı kimi hündürboy idi demişdik. Burada təşbih özünü göstərmir. Sonra şəkər söz. Fatimə. Epitet. Bəli. Şəkərdir sözün? Bəli. Metafor. Aha, bu nümunələri silək. Metafor haqqında da az-çox məlumatımız var. İndi onu biraz dərinləşdirəcəyik. Həqiqətən görəcəksiniz ki, məsələn, bunu biz mətnlərdə görməmişdik. Lazım deyilmiş deməli, amma burada lazımdır. 3. Metafor. Metafor nə deməkdir? Köçürmə deməkdir. Bilirsiniz bunu. Yəni, bir predmetin xüsusiyyətlərin o bir predmetə köçürdürük. Biraz təşbihə oxşuyurdu. Biz nə demişdik ki, təşbih ilə metaforun fərqi odur ki, təşbihdə ən azı 2 dənə bənzəyən bənzədən mütləq iştirak edilməlidir. Amma metaforda nə olurdu? Biri iştirak edirdi. Məsələn, nümunədə demişdik ki, uşaqlar, buludlar insan kimi ağlayırdı demişdik, təşbihdir. Çünki bənzəyən də var bulud, bənzədilən də var insan. Amma bulud ağlayırdı, burada artıq bənzədilən nə kimi yoxdur. Nuray, artıq burada bulud ağlayırdı. Nə oldu? Metafor oldu, köçürmə oldu. Yəni, insanın ağlama xüsusiyyəti hara köçürdüyü Nuray. Burada indi xırda bir şey deyəcəm, onu Azərbaycan dilində buraxılışlarda deməmişdik. Nədir o? Köçürməkdir, düzdür? Bəzi nümunələri var. Məsələn, bir şey deyir. Ey gül, tutaq ki, kiməsə müraciət edir. Gül deyəndə bu qızıl güləcdə, həyətdəki, bağdakı gülə müraciət etmir. Bir insana gül deyə müraciət edir. Və yaxud da deyir, ey mah, yəni ay deməkdir. Ay deyə bilirsiniz də, elə şeylər var. Yəni, lirik qəhrəman, yəni sevən şəxs, onu fasiləyə qoy. Hə, lirik qəhrəman, yəni öz, belə deyək də, şeirdə hər hansı bir şəxsi predmet kimi seçir, ona şeir yazır. Və həmin şəxsə ay deyə, günəş deyə və yaxud da gül deyə müraciət edir. Düzdür mü uşaqlar? Hə, indi baxın, heç bir şey yoxdur. Yazır ki, ey gül, üzünü məndən gizləmə. Məsələn, belə bir nümunə işlətdi. İndi burada gül həqiqətən o gülə müraciət edirsə, orada metafor yoxdur. Burada gül deyəndə kimə müraciət edir? Sevdiyi insana müraciət edir.
Razısınız bundan? Əla. Hardan bilirsiniz? Çünki şeiri başdan ayağa oxumuşuq. Orada güldən söhbət etmir, orada insandan söhbət edir. Aha, indi sevdiği insana nə deyir o? Gül deyir, ay deyir. Deməli, gül nəyin rəmzidir? Gözəlliyin. Gülün o gözəlliyin, təravətin, rəngin, qoxusun köçürdür. Hara? Öz sevdiyin üstünə. Ya bir gizli metafor yaradır. Amma bunu da biz nə götürəcəyik ədəbiyyatda? Metafor. Çox çətinə getmədən öz yadınızda saxlayın. Ədəbiyyatda lirik qəhrəman Fərdə öz, belə deyək də, yazdığı, şeir yazdığı şəxsə gül, bülbül, mah, nə bilim qəmər, nə deyə müraciət edirsə, biz onu təsvir vasitəsi kimi nə götürəcəyik? Metafor. Çox çətin bir şey yoxdur. Onun da məntiqini bildinizdə niyə metafor götürəcəyik? Çünki birinə tutaq ki, günəş deyirsə, deməli o günəşin o parıldama xüsusiyyətini köçürdür. Həmin şəxsin üzünə, deməli köçürtmə yerinə yetirmiş olur. Bu oldu metafor haqqında məlumatlar. Yazılıb hamısı burada. Metonimiya. Bəli, bəli. Bəli, tamamilə düz. Oradan, bəli, oradan oxumuşduq. Düz. Metonimiya. Metonimiyada görək nədir? Məncə bunun haqqında da məlumatımız var. Biraz burada da dərinləşmə aparaq. Metonimiya nədir? Ad dəyişmə. Ən çox metonimiyanı nə ilə tapırdıq? İxtisar bizim köməyimizə çatırdı. Düzdür? Məsələn, deyir ki, bax orada nümunə yazılıb. Mən Füzulini başdan ayağa oxumuşam. Yəni, Füzulinin əsərlərini oxumuşam da. Görürsünüz, burada da ixtisar var. Elə bu da metonimiyadır. Və yaxud da salon susur, və yaxud da şəhər yatıb, şəhər danışır. Metonimiya dedi ki, ad dəyişmədir. İndi burada da bir-iki xırda məqam var, onları deyəcəm. Tutaq ki, deyirik. Deyir ki, çevirdim bu əsəri Vaqifin şirin dilinə. Düzdür uşaqlar? Bax, hər hansı bir əsəri Vaqifin şirin dili. Vaqif kim idi? Azərbaycanlı. Vaqifin dili kimin dilidir? Azərbaycan dilidir. Düzdür? Məsələn, bir yazıçı hansısa bir Turgenevi, nə bilim, hansısa bir Jack London, hansısa bir xarici sənətkarın tərcümə edir Azərbaycan dilinə. Şeir yazır ki, çevirdim bu əsəri Vaqifin şirin dilinə. Bu tək Vaqifin dili deyil ki, bu həm də kimin dilidir? Bizim hər birimizin dilidir. Azərbaycan dilindən sonra. Artıq adın dəyişib. Bəli, adın dəyişib. Yəni, Vaqifin şirin dili deyəndə nə nəzərdə tutulur? Azərbaycan dili nəzərdə tutulur. Simvolu azə bir dənə əsər adı ilə müqayisə edək. Hay sağ ol. Dəli Kür. Bax, Dəli Kür adlı bir əsər keçəcəyik. Orada iki təsvir vasitəsi işlənib uşaqlar. Birinci epitet işlənib. Nədir o? Fidan. Dəli Kür olmaz da. Yəni Kür canlı deyil ki, dəli olsun. Birinci tərəfə necə nəzər sualını verə bilirsən? Hansı Kür? Necə Kür? Dəli Kür. Necə nəzər sualını verdin? Əla. Burada epitet var. Amma həm də Dəli Kür əsərinin özü bir simvoldur. Niyə? Niyə Dəli Kür yox? Dəli Araz olmasın. Niyə nə bilim nə? Bunun səbəbi odur ki, uşaqlar. Dəli Kür Azərbaycan xalqının oradakı o dəlilikdə bilirsiniz də simvolik bir şeydir. Yəni Azərbaycan xalqının necə Kür bilirsiniz də, yəni Kür baxmayaraq sakit axan kimi görsənir üzdə. Üzdə baxırsan deyirsən sakit axır. Amma indi o yəqin ki, onu dalğıcılar, üzənlər daha yaxşı bilər. Onun dərinliyində amma çox güclü bir axıntı olur. Çox dəhşət güclü bir axıntı olur. Bu həqiqi mənada, bu heç. Bu həqiqətən də Kür çox güclü axıntı verirsə, burada hər hansı bir təsvir vasitəsi yoxdur. Amma Azərbaycan xalqına sən Dəli Kür deyirsənsə, Azərbaycan xalqının ruhuna Dəli Kür deyirsənsə, demək Azərbaycan xalqının ruhu belə deyək də çox sakit yox, dəli ruhlu insanlardır. Yəni tabi olmayan, mübarizə aparan, haqqını tələb edən bir xalqdır. Bunu da necə göstərir? Dəli Kürü simvol kimi istifadə edir.
Və yaxud da başqa bir nümunə. İndi o əsərləri oxuyanda daha yaxşı məni başa düşəcəksiniz. Anamın kitabı adlı bir əsər keçəcək. Orada da simvol var. Əslində burada anamın kitabı, ədəbiyyat kitabı, rus dili kitabı, kitab adi bir şeydir burada. Hə, oradakı o anamın kitabı bəli, bölünməyən Azərbaycanı simvol kimi göstərir. Yəni o kitabın içində yazılmışdı ki, ay qardaşlar, hara gedirsiniz gedin, axırda birləşin, anamızın ətrafında birləşin. Bu heç, bu həqiqi mənası. Həm də həmin o anamın, niyə bəs əsərin adı niyə anamın kitabıdır? Niyə məsələn, tutaq ki, qardaşların etibarsızlığı deyil, anamın kitabıdır. Ona görə anamın kitabıdır ki, əsərin adı. Anamın kitabı o əsərdə insanları həmin kitab nəyə səsləyir? Birliyə səsləyir. Deməli, anamın kitabı deyəndə ağlımıza artıq nə gələcək? Azərbaycanın nəyi? Birliyi. İndi bu biraz mürəkkəb nümunələr. Bunu kimlər daha yaxşı başa düşdü? Həm əsəri oxuyanlar, oxumayanlar çətin yaşa bilər. Onda hamı üçün başa düşəcəyi bir nümunə deyim uşaqlar. Tülkü nəyin rəmzidir? Hiyləgərliyin. Nə bilim, dovşan nəyin rəmzidir? Qorxaqlığın. Şirdir, pələngdir, canavardır, bu daha gücün rəmzidir. Düzdür? Qılıncdır, elə ədəbiyyatımızda qılınc rəmzindən çox istifadə edilir. Qılınc da gücün rəmzidir. Yəni bunlar haqqında artıq sizin simvol haqqında da dərin məlumatınız oldu. Düzdür, amin. Bunlar oldu təsvir vasitələrimiz. Gəlir ifadə vasitələri. Bax, təsvir vasitələrinin digər adı nə idi uşaqlar? Məcazlar. İfadə vasitələrinin digər adını da yadınızda saxlayın. Nədir? Sintaktik fiqurlar. Bax, ifadə vasitələrinin digər adı nə oldu? Sintaktik fiqurlar. Düzdür, düşmə ehtimalı azdır, amma birdən düşər sintaktik fiqurlar da götürüb orada epitet təşbih axtarmayaq. Nə axtaraq? Bədi sual, nə bilim, nə, mübaliğə və s. Bədi sual. Artıq burada sözün açığı, o dediyim kimi mövzular var. Onlardan çox da kənara çıxa bilməyəcək. Çünki standart bunlarda nümunələr var, standart tərifi var. Bədi sual. Cavab almaq məqsədi ilə işlədilməyən cümlələr və yaxud da misralar nə olur? Bədi sual olur. Yəni, müəllif orada kimdənsə cavab almaq istəmir. Sadəcə olaraq hər hansı bir obyektə münasibətini bildirir. Daha da güclü şəkildə münasibətini bildirmək istəyir. Deyir ki, hanı məni gül qoynunda doğuran, məzarımda layla balam çağıran. Vətən haqqında belə bir şey yazıb. Düzdür. Vətən qayıdıb ona cavab verə bilərsinizsə, mümkün deyil. Deməli, bunu nə götürəcəyik? Bədi sual götürəcəyik. Sonra təzad. Olsun təzad. Təzad da bəli. Əks mənalı, əks fikirlər, təsdiq və inkarlar. Bax, bir şeyi nəzərdə saxlayın ki, uşaqlar. Biz Azərbaycan dilini keçirik, düzdür. Orada təsdiq və inkar feillər keçirik. O gəlmək, gəlməmək. Buna antonim demirik. Bəzən elə bilirlər ki, təzad ilə sırf antonim deməkdir. Xeyr. Təzad antonimdən daha geniş şeydir. Daha geniş. Antonimlər hamısı təzad ola bilər. Amma bütün təzadlar antonim deyil. Təzad daha genişdir. Necə? Məsələn, gəlmək və gəlməməyə, İsmail, mən Azərbaycan dilində təzad demirəm. Təsdiq və inkar feil deyirəm. Amma ədəbiyyatda ona mən təzad deyirəm. Ədəbiyyatda isə o inkar feillər işlənibsə, oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı? Oyadar oyanmazmı? Təsdiq və inkar var. Artıq burada təzad var. Təzadın burada yazıb görəcəksiniz ki, iki növ var. Bir antiteza, bir də kontrast. Nədir fərqləri? İndi onu izah edeyim. Antiteza ilə bildiyimiz dədə-baba modeli, yəni antonimlər. Bir şeirdə şirin, acı, çox və s. sözlər işlənibsə, bu təzadın hansı növü ola bilər? Antiteza. Kontrast nədir? Gəlin sizə bir beyt oxuyum. Söğütdən bağ saldım, peyvəstə elədim, almasın, heyvasın, narın görmədim. İndi sizə deyirəm, axtarın görün, burada əks mənalı sözlər var. Əgər siz burada əks mənalı sözlər tapsanız və bununla təzad yaratsanız, Məmmədli, buna nə deyəcək? Təzadın hansı növü? Antiteza növü deyəcək. Baxıram, görürəm burada antonim sözlər yoxdur. Düzdür? Amma antonim nə var? Təzad yaradan nə var? Fikirlər var. Nə demək istəyir bizə? Deyir, bax, əziyyət çəkmişəm. Gedib söyüddən bağ
yaratmışam. Amma, elə amma qarşılaşdırma da artırma olur. Amma o mənə bar verməyib. Burada axıtdıq. Fikirlərin əksliyin gördünmü? Gördün. Deməli, burada nə var? Kontrast. Amma narahat olmayın. Sizə düşsə, təzad düşər. Təzad var yoxsa yoxdur. Yoxsa kontrastdır, antitezadır, o qədər də önəmli deyil. Təzadın nə olduğunu bildiysə, keçirik, sonra təkrir. Çox rahat təkrir. Yəni təkrir, təkrar sözlər və yaxud da ifadələr. Misranın, beytin əvvəlində gəlirsə, biz buna nə deyirik? Anafora. Ortadan başlayıb sona doğru hərəkət edirsə, epifora deyirik. Bir dənə rədiflə də təkririn məncə fərqini bilirik. Rədifdən də, bəli, tamamilə düzdür. Rədif qafiyələrdən sonra mütləq işlənirdi. Amma təkrirdə qafiyə, yəni önəmli deyil. Deyir ki, aparın onu zindana. Aparın. Yəni, təkrir daha da əvvəldə təkrar olunur. Təkrirlə rədifin fərqini də izah edelim. Kinayə. Çətinlik var. Belə bir əsər keçmişdi. Xuraman gəlir, deyir ki, Vaqif, nə bilim, tacidarım. Deyir, nə var? Vəfalı yarım. İndi o əsəri biz oxumuşuq. İndi oxumayanlar da bilsin ki, orada Xuraman vəfalı deyildi. Çox vəfasızlıq eləmişdi Vaqifə qarşı. Səhv bir hərəkət eləmişdi. Vaqif o səhv eləyə, ona vəfalı yarım deyir. Orada nədən istifadə edir? Kinayədən istifadə edir. Deməli, elə bu nədir? Nədir? Kinayəyə bariz nümunə kimi deyə bilərik. Başqa görək, nə gəlsin? Burada yazılıb kinayənin daha kəskin forması təriz adlanır. Necə demirdi? Gülüşün daha kəskin forması sarkazm. Kinayənin daha kəskin forması təriz adlanır. Nə deməkdir? Yəni siz kinayənin nə olduğunu bildinizmi? Heç vaxt sizə də testə düşməz ki, bu kinayənin özüdür, ya daha kəskin növüdür, tərizdir. Bunu elə belə bilsəz bəsdir termin kimi. Yəni daha güclü bir kinayə ilə istifadə edirsənsə, o nə sayılar? Təriz sayılar. Deyir ki, hər hansı bir əsərdə deyir ki, savadsız, çox geridə qalmış, cahil insanlar deyir, nə var? Sanki bunlar elm dəryası deyə deyir, elm dəryasıdır. Artıq burada o qədər cahil insanlar elm dəryası deyirsənsə, bu kinayənin lap belə dərin forması olan təriz sayıla bilir. Amma bunun da dərəcəsi nisbidir. Yəni mən götürüm deyim bu tərizdir yoxsa yox. Kinayənin nə olduğunu bilin, bəs. Mübaliğə. Şişirtmə, böyütmə, bəli, hiperbola da deyilir. Ən çox dastanlarımızda qarşımıza çıxır. Yəni hadisələrin olduğundan daha böyük, daha güclü şəkildə, şişirdilmiş şəkildə təqdim edilməsi nə olur? Mübaliğə olur. Biz buna nümunələr də demişik. Göz yaşlarından dərya olmuşdu və yaxud ah çəkdim dağlar yerindən oynadı. Yəni mübaliğə elə bir şeydir ki, orada onu tapmaq üçün dərin təfəkkür tələb olunmur. Oxuyan kimi görürsən ki, bu adi bir hadisəni qeyri-adi təbliğ edib mübaliğədir. Mübaliğənin nəticəsi nə olurdu? Ortada nə edirdin? Kiçildirdin. Böyütmürdün, kiçildirdin. Bir növ buna nə deyirlər həm də? Əhəmiyyətsizləşdirirsən də elə bil. Predmeti əhəmiyyətsizləşdirirsən. Məncə bunu sizə fərqini izah etmişəm. Litoda da müəyyən qədər bənzətmə var. Bəli. Təşbihdə bir şeyi, bir predmeti özündən daha güclü bir predmetə, daha belə deyək də təsir gücü olan predmetə bənzədirsən. Amma litoda kiçildirsən onu. Gəlir irəli qırır sərçə kimi bizimkiləri. Qoşunu sərçə kimi kiçildirsən də, əhəmiyyətsizləşdirirsən. Orada litota istifadə edilmiş olur. İnversiya nə idi? Yəni, ədəbiyyatda ən çox biz xəbərlə bağlı çıxır qarşımıza. Bayaq dedimi, bir nümunədə məsələn həm təsvir, həm də ifadə vasitəsi ola bilər. Deyir ki, məsələn, demədiyi almadır yanağın. Həm təşbihimiz var orada, alma kimidir. Həm də inversiyamız var. Olsun da, yəni belə şeylər özün göstərə bilər. Təsvir və ifadə vasitələri haqqında bu qədər indi dərsimiz davam edir. Xırda bir-iki şey var. Onlar haqqında qısaca məlumat verəcəm. Onunla da nəzəriyyənin yazılı ədəbiyyatı ümumiyyətlə bizə verilən bu PDF-i bitirmiş olacağıq. Növbət dərs isə şifahi ədəbiyyat haqqında məlumatlı olarıq inşallah. Burada iki şey görəcəksiniz. Metod və cərəyan.
siz orada bir-iki cümlə mənim dediyimə videoda qulaq asasınız bəsdir. Elə belə oxuyarsınız bəsdir. Nə deməkdir uşaqlar bu metod və cərəyan? Ümumiyyətlə yəqin eşitmisiniz. Deyir hər bir məsələn filan kəsin bir metodu var. Bu müəllimin metodu budur, bu müəllimin metodu budur və s. Metod sözünün nə olduğunu bilirsiniz yəqin ki. İndi bunu ədəbiyyatda təbii ki izah etmək lazımdır. Bax, metod və cərəyan. Testdən necə düşə bilər? Bir-iki cümlə deyəcəm. Testə düşə bilər. Hansı daha böyük anlayışdır? Metod. Niyə? Baxın. İstəyir Nizam, bax götürək ən qədimi 1000 il əvvəl, düzdür? İstəyir Nizami, ondan sonra Füzuli kimi olan sənətkarlarımız, nə bilim gəlib, hətta 20-ci əsrin əvvəllərində Hüseyn Cavid, hamısı romantik metodda yazılıb. Ümid, hansı mənhələni əhatə elədi? 1000 il dövrü əhatə elədi. Nizami də romantik metod var. Hüseyn Caviddə də romantik metod var. Aralarında baxanda bir 1000 ilə yaxın bir fərq var belə baxanda. Deməli, metod daha geniş anlayışdır. Metod daha geniş anlayışdır. Mən sizdən sorursam ki, uşaqlar, romantik deyəndə ağzınıza kim gəlir? Düzdür. İndi son dövrlərdə biz daha çox romantiklər, Hüseyn Cavid, nə bilim, bu kimləri oxuyuruqsa, o Nizaminin də romantik metodda yazdığı əsərlər yoxdur ki, var. Deməli, metod daha geniş anlayışdır. Amma cərəyan kiçik anlayışdır. Nə deməkdir cərəyan? Məsələn, 20-ci əsrin əvvəllərində jurnallar yaranıb bizdə. Molla Nəsrəddin Füyuzat və ətrafından kimləri toplayıb? İnsanlar toplayıb. Məsələn, Molla Nəsrəddin ətrafında 5-6 şair yazıçını, 10 yazıçı və şairi toplamışdı. Rəssam, yazıçı, şair toplamışdı. Artıq onların konkret bir məqsədi var idi. Kiçik bir mərhələdə toplaşmışdılar. 20-30 ildə cəmi davam elədi. Cəmi 20-30 il davam elədi. Düzdür uşaqlar? Bir cərəyan ətrafında toplaşmışlar Molla Nəsrəddinçilər. Xalqın gözünü açmaq, xalqı maarifləndirmək yolunda mübarizə aparırdılar. Onların, yəni konkret qısa müddəti əhatə edən və bir neçə nəfərin birləşib birlikdə mübarizə apardığı nə olur? Cərəyan sayılır. İndi məsələn, indi ədəbiyyatı qoyaq kənara, siz də özünüz bir cərəyan yarada bilərsiniz. Necə? Bir 10 gənc birləşərsiniz, deyərsiniz, tələbələr üçün bu şəraitin yaradılmağını istəyirik və hər kəs onun uğrunda bir mübarizə aparar. İndi ədəbiyyatçı olsanız, əsər yaza-yaza o mübarizəni aparacaqsınız. Nə bilim, inqilabçı olsanız, başqa cür mübarizə aparacaqsınız. Deməli, sizi birləşdirən nə oldu? Bir cərəyan oldu. Düzdür uşaqlar? Buna nə deyirik ədəbiyyatda? Cərəyanlar. Biz hansı anlayışlar haqqında məlumatımız oldu? Ədəbi metodlar və ədəbi cərəyanlar. Hansı daha geniş anlayışdır? Təbii ki, metod daha geniş anlayışdır. Bəzən 1000 il dövrü də əhatə edə bilər. Sonuncu gəldi. Ədəbi məktəblərdə bilirsiniz də, ədəbi məktəb odur ki, yəni orta məktəb yox ha, ədəbi məktəbdən söhbət gedir. Məsələn, Füzuli şeirlər yazıb, klassik dövrdə qəzəllər yazıb. Ondan sonra gələn, bəlkə də yüzlərlə şəxs, şair, onun tipində qəzəllər, ona uyğunlaşdırıb, demir ya köçürdü. Xeyr, məktəb kimdənsə köçürtmə deyil. Sadəcə yaxşı mənada kimdənsə bəhrələnirsən, bunun nəyi pisdir? Bax, həmin o artıq Füzulidən sonra kimlərsə onun tipində əsərlər yazırsa, Füzuli olar üçün nə olur? Bir məktəb olur. Bax, ədəbi məktəb. Soruşsanız hansı, məsələn, sənətkarlarımız ədəbi məktəb yaradıb? Nizami deyərik, Füzuli deyərik, Vaqifin elə özü. Bax, Vaqifin bilirsiniz nə üzrə ədəbi məktəb yaradıb? Qoşma üzrə. Deyərlərsiniz, mənim qoşma yazan yoxdur, var idi. Qoşmasında sadəliyi, yəni xəlqiliyi yaradan kim olub ilk dəfə? Vaqif. O nə deməkdir? Yəni sən Vaqifin baxmayaraq 18-ci əsrdə yaşayıb, sən o rahatlıqla oxuyub, başa düşə bilirsən. Qoşmasında nə var? Sadəlik var, xəlqilik var. Belə. Bu ədəb məktəbinin olduğunu bildik. Hə, gəlir, amma önəmli bir-iki cümləmiz var. İndi onu deyəcəyik. Aşıq yaradıcılığı, asıl onu. Oxuyub görəcəksiniz. Aşıq yaradıcılığı nədir? Aşıq yaradıcılığı. Bax, demək olar ki, şifahi ədəbiyyatın bir hissəsində bugün keçirik. Yazılı ədəbiyyatdan şifahi ədəbiyyatın fərqi nə idi? Yazılı ədəbiyyatın ən böyük fərqi müəllifi olurdu. Şifahi ədəbiyyatın müəllifi olmurdu. Aşıq yaradıcılığı var. Bax, bu aşıq yaradıcılığı. Bu da şifahi ədəbiyyatın bir
qoludur, belə deyim. Sadəcə olaraq bu aşıq yaradıcılığını deyə bilərsə, ay müəllim, şifahi ədəbiyyat bu qədər genişdirsə, mən onda bu aşıq yaradıcılığında niyə onun içinə qatıb bir yerdə keçmirik, bunu biraz ayrı keçsiniz? Çünki aşıq yaradıcılığının digər şifahi xalq ədəbiyyatdan fərqi odur ki, onun müəllifi olur. Normalda şifahi ədəbiyyatın nə olur? Müəllifi olmur. Aşıq yaradıcılığı da onun bir qoludur. Xəlqiliyi var axı, dili sadədir, rahatdır, hecab vəzindir. Aşıq yaradıcılığı digər şifahi ədəbiyyatdan nə ilə fərqlənir? Müəllifi olması. Məsələn, bir qoşma deyək elə, keçəcək inşallah. Vaqifin pəri qoşması. Baxırsan, sadədir, xəlqilik var, rahat başa düşə bilirsən. Amma müəllifin axı görürəm bunu Vaqif yazıb. Xalq yazmayıb, Vaqif yazıb. Sırf. Deməli, bu aşıq yaradıcılığı, yəni həmin müəllif, həmin janra artıq nəyə aid oldu? Aşıq yaradıcılığı aid oldu. Çünki müəllifi var. Və ya da Franger ayının müəllifi kimdir? Aşıq Ələsgər. Deməli, aşıq yaradıcılığı. Nəysə, bunun haqqında məlumatımız oldu. Aşıq yaradıcılığı digər şifahi ədəbiyyatdan nə ilə fərqlənir? Müəllifin olması ilə. İndi aşıq yaradıcılığında ən çox 3 janr çıxır qarşımıza. Qoşma. Artıq janrın nə olduğunu bilirik. Qəzəl, qəsdə, hərəsində o beyt, necə qafiləməsin bilirik də inşallah. İndi aşıq yaradıcılığında da qoşma, gəraylı ən çox 3 janr çıxır qarşımıza, təcnis. İndi burada da qafiyə quruluşunu deyək, ondan sonra çətinlik aradan qalsın. İlk növbədə qoşmadan başlayaq. Uşaqlar, hər misrada mütləq neçə hez olmalıdır? 11 heza. İndi ola bilər mən bir 7 bəndlik bir qoşma yazmışam. Hamısında neçədir olmalıdır hər misrada? 11. Təsadüfən hansısa bir misrada 12 ola bilər, 10 ola bilər, o hez. Amma əsasən necə olmalıdır hər misrada? 11 heza, bu bir. Və bənd formasında olur o hez. Hər bənddə neçə misra olur? 4'lük. Buna şəkil xüsusiyyətlərinə görə qoşmaya nə deyə bilir? 4'lük. Özə çox bəndlidir də bilirik. Qafiyə quruluşu necədir? Artıq qafiyə quruluşu mürəbbə kimi deyil ha. Birinci A, sonra B, xeyr. İkinci, üçüncü, dördüncü bəndləri eynidir. Amma birinci bənd fərqlidir. Belə deyək də onda. Birinci bəndimiz belədir. A, B, C, B. Fikir verin. Bax, bu birinci bənddir. 2 ilə 4 nə oldu? Qafiyələndi. 1 ilə 3 nə oldu? Heç nə, sərbəst. Bu birinci bənd mütləq qoşmadırsa belə olmalıdır. 1 ilə 3 sərbəst olmalıdır. Elə bir adi söz, bir-birinlə qafiyələnməyən. Amma 2 ilə 4 nə olmalıdır? Qafiyə olmamalı. Keçirəm nəyə? İkinci bəndə. İkinci bənd. V, B. Artıq burada mürəbbiyə oxşarlıq burada gözünü göstərir. İkinci bənddən 3, 4, lap 10-cu bənd olsun, fərqi yoxdur. Ən çox 3, 5, 7 bənddən ibarət olur. Lap tutaq ki, 7-ci bənddir bu. Yenə də belə gedəcək. D, B. Baxacaqsınız ki, ikinci bəndin ilk 3 misrası nə oldu? Bir-birindən qafiyələndi. 4-cü misrası nə oldu? Birinci bəndin 4-cü və 2-ci misrasını. O birisi də ilk 3 bəndi necə oldu yenə? Eyni, bir-birindən. Sonuncu misrası yenə də bütün elə bir sonuncu misralar nə olur? Bir-birindən qafiyələnir. Bir dənə də birinci bəndin ikinci misrası da bu sonuncu misralara qoşulur. Çətinlik var. Əslində biz bir daşla 3 quş vurmuş olduq. Nə mənada? Yəni elə bax bunun da qafiyə quruluşu belə olur. Üçünün də. Başa düşdük? Üçünün də olur. Qafiyə quruluşu belə olur. Yəni mən qoşmanı yazdımsa gəraylı da belədir. Fərq nədir? İndi onu deyəcəm. Deməli artıq üçünün də qafiyə quruluşuna, bəli, üçünün də qafiyə quruluşu haqqında deməyəcəyik. Gəraylı artıq 8 heca olur. Deməli bu neçə heca olurdu? 11. Bu neçə heca oldu? 8. Təcnis də 10. Deməli indi bura 11 yazaq, bura 8 yazaq, bura 11 yazaq. İndi bunu fərqləndirdik. Bəli, tamamilə düzdür. Bunu bu ikisində fərqləndirdik. Təzədən bunlar yenə oxşar oldu. Necə? Qafiyə quruluşu eynidir. Hərəsində də 11 hecadır. İndi artıq bunu nə ilə fərqləndirəcəyik? Biz belə bir şey keçmişdik. Qafiyənin növlərində yazılacaq qulaq qafiyəsində. Cinas qafiyə. Təcnis yazmaq hər şairin işi deyil, uşaqlar. Təcnis yazarkən sən mütləq hansı qafiyələrdən istifadə etməlisən? Cinas qafiyələrdən istifadə etməlisən. Məsələn, yazılıb burada. Qışda dağlar ağ geyinər, yaz qara. Dağlar nə geyinir deyir? Ağ. Yaz nə geyinir? Qara. Sağ dəstində ağ kağıza artıq yaz qara. Birinci bənddə, birinci misrada yaz qara nə deməkdir? Yəni yaz fəsli nə geyinəcək? Qara rəng geyinəcək. Artıq burada nə deyir? Sağ dəstində, dəst nə deməkdir? Əl.
Ağ kağıza yaz. Ne et yaz? Nə rəngdə yaz? Qara. Sonra əsər yerlər qəhr eyləyər yaz. Fəsil yaz. Nəyə? Qara. Da hökm eləyər yerdə o qar olmur. Yaz gələndə qar başlamır əriməyə. Deyir ki, bax ona hökm eləyər. Nəysə, daşar, çaylar gələr. Görürsüz, təcnisdir. Nədən istifadə olunub? Cinas qafiyədən. Baxırsan ki, eyni cür yazılışdır, amma mənaları fərqlidir. Bu olur cinas qafiyə. İndi cinasın növləri də var. Ayaqlı cinas, nə bilim, təcnis daha doğrusu, cığalı təcnis. Onlarda görəcəksiniz. O qədər də önəmli deyil. Və sonuncu dastanlar. Dastan da uşaqlar, yazılı ədəbiyyatda Leyla, biz yazılı ədəbiyyatda hansı janra qarşı janr demişdik? Qarşı janr. Poema. Yəni niyə qarşı janr demişdik? Epik də özünü gəlib vurub ora, lirik də vurub. Ona görə qarışıq olur. Lirik epik ola bilər, epik. İndi şifahi ədəbiyyatda nəyə qarşı janr deyə bilərik? Dastana. Bax, fikir verin, elə bil biz şifahi ədəbiyyata əslində başladıq. Aşıq yaradıcılıq haqqında danışdıq. İndi bir dənə də dastan haqqında danışdıq. Orada bitir, gələndə digərlər haqqında danışacağıq. Dastan da uşaqlar, bilirsiniz, ən azından ədəbiyyat oxumasanız da belə indiyənə kimi Koroğlu dastanının, Dədə Qorqud dastanının adını 100% eşitmisiniz. Düzdür? Dastanın nə olduğunu bilirik. Şifahi ədəbiyyat aiddir və müəllifi konkret olmur uşaqlar. Aşıq yaradıcılığının nə olurdu? Müəllifi olurdu. Amma dastanın müəllifi olmur. Dastanlar neçə yerə bölünür? 2 yerə bölünür. Məhəbbət dastanları, qəhrəmanlıq dastanları. İndi da məhəbbət üstündürsə, orada məhəbbət dastanları görəcəksiniz. Amma qəhrəmanlıq üstündür. Məsələn, Koroğlu nədir? Qəhrəmanlıq dastanıdır. Abbas və Gülgəz məhəbbət dastanıdır. Onlara baxırsınız, adlarına baxırsınız. Bu iki dənə götürülür. Bəli, məhəbbət və sən romanı demək istəyirsən, tarixi roman, psixoloji roman, nə bilim. Dastan onsuz tarixdir, yəni o tarixdir. Mən indi durub dastan yarada bilərəm özümdən uşaqlar. Dastan dövrü gedib çıxır haralara. Hə, indi bir şey də bilək. Məhəbbət dastanları adətən belə başlayır. Ümumiyyətlə, dastanlar adətən belə başlayır. 3 ustadnamə ilə. İndi sual verəcəksiniz ki, ustadnamə nə deməkdir? Qoşmanın görəcəksiniz orada növləri var. 3-4 dənə. Çox da düşmür. Oxuyanda görəcəksiniz. Qoşmanın 4 növü var. Bax, qoşma nədən ibarət olurdu Maya? 11 heca, 4 misra, 5-7 bənd. 3-5-7 bənd. Qoşmanın 4 bəndi var. Əgər şair orada hansısa bir gözəli tərifləyirsə, hətta gözəlin adını deyir. Biz buna nə deyirik? Qoşmanın hansı növü? Gözəlləmə. Qoşmada sual-cavab kimi tapmacadan istifadə edirsə, nə deyir? Qıfılbənd. Elə bil birisi nə deməkdir? Qoşmadır. Amma birinci bənddə bir şair sual verir, ikinci bənddə ona kimsə cavab verir. Sual verir, cavab verir. Buna qoşmanın hansı növünü deyirik? Qıfılbənd. Qıfıllayır da, elə bil sual verir, qıfıl vurur, birinin cavabını. Sonra ustadnamə nədir qoşma? Nəsihət. Elə bil siz gənclərə hansısa bir şair nəsihətlər verir. O zaman hansı növü? Ustad. Ustad nə deməkdir? Böyük şəxs, yəni ustad dərrakəli şəxs, sizə hər hansı bir nəsihət verən şəxs. Onlarca nə? Ustadnamə. Bir növü də nə olur? Vücudnamə. Vücudnamə. Deməli, qoşmanın neçə növünü keçdik? Gözəlləmə, ustadnamə, vücudnamə, qıfılbənd. Vücudnamə nədir? Yaş dövrü ilə bağlı. Vücud nədir? Bədən. Yəni, insanın yaşı ilə bağlı. Məsələn, deyir, 50 yaşında belə olarsan, 60 yaşında nəyə bənzərsən, 70 yaşında nəyə bənzərsən, insanın öz yaş mərhələləri haqqında yazılanda nə olur? Vücudnamə. Nəysə, indi bunu niyə dedim mən? Dastanlar adətən nə ilə başlayır? 3 bənd qoşma ilə. Nə ilə başlayır? 3 bənd qoşma. Özdə qoşmanın hansı növündə olur? Ustadnamə olur da uşaqlar. Durub da gözəl tərifləmir ki, sizə məsləhətlə başlayır da ustadnamə. Sonu nə ilə bitir? Hə, sonu baxır. 2 şeylə bitə bilər o məhəbbət dastanı. Əgər orada birləşiblərsə, duvaq qapma ilə. Yox, ölüm hadisəsi olubsa, cahannamə.